Salam, Ədliyyə İnfoazın sual-cavab rubrikasındayım. Aparıcınız mən Şəhla İlkay, qonağımsa hüquqşünas mediator Pərvanə Əzimovadır. Xoş gördük sizi Pərvanə xanım. Xoş gördük. Pərvanə xanım, ilk olaraq sizi tanıyaq. Mən Pərvanə Əzimova Nadir qızı, hüquqşünas mediatoram. Özəl şirkətlərin birində hüquqşünas vəzifəsində çalışıram. Bununla yanaşı Bakı şəhəri 6 saylı mediasiya təşkilatının mediatoru. Çox gözəl. Pərvanə xanım, bu günlərin mövzumuz miras və varislik hüququ barəsindədir. Miras kimlər arasında və hansı qaydada bölüşdürülür? Miras ilk öncə övladlar, həyat yoldaşı, ata və ana, nənə və baba və s. Əgər onlar da yoxdursa, xala, bibi, ikinci dərəcəli qohumlar. Vəsiyyətnamə olmadıqda miras necə bölünür? Vəsiyyətnamə olmadıqda miras vərəsələr arasında eyni, bərabər paylara bölünür. Varis mirasdan imtina edə bilər? Bəli, edə bilər. Əgər edərsə, həmin mirasın taleyi necə olur? Varis imtina edirsə, digər vərəsələr arasında bərabər hissələrə bölünür. Əgər yoxdursa? Əgər yoxdursa, dövlət nəfinə keçir. Çox sağ olun Pərvanə xanım. Buyurun. Təşəkkür edirik suallarımızı dəqiq, qısa və aydın cavablandırdığınız üçün. Buyurun.